Salam, sizinlə Vüqardır. Bizim əsas bugünkü sualımız, yəni belə bir hazır şablonu necə vektor varianta çevirək və biz indi bunun üzərində CorelDRAW proqramında onu necə yaradırıq. Deməli, buradan biz New dokumenti sol düymə ilə, mouse'un sol düyməsi ilə basırıq. Burada hal-hazırda heç bir ölçüyə dəymirik, adlandırılma vermirik, ölçü vahidinə dəymirik. Üz DPI və yaxud bəzi proqramlarda kimi PPI qalır burada DPI-də amma. Formata dəymirik, yəni burada sadəcə olaraq OK düyməsini təsdiq edirik, açılır. Bizdə A4 formatda, yəni biz buradan formatı dəyişə bilirik və buradan ölçünü dəyişib istədiyimiz vizitka ölçüsünü qoya bilirik. Necə ki, misal üçün millimetr ölçü vahidi göstərilib buradan və biz buradan bunu qeyd edirik sadəcə olaraq 90-ın 50-yə atdıq, bunu bax belə yaratdıq. İndidən qeyd edeyim, müəyyən standartlar var 90-ın 50-yə, 90-ın 55-ə, 85-in 54-ə və yaxud 55-ə və yaxud 85-in 54-ə və yaxud 55-ə, yəni orada 1 mm orası burası olur. Yəni bu üç standart əsas çox yerdə istifadə olunur və istəklə də müəyyən ölçü fərqi ilə düzəltmək mümkündür. Konkret elə bir qayda yoxdur ki, olmaz. Amma standartlar 90-50-yə, 90-55-ə, 85-in 54-ə və yaxud 55-ə metrokart ölçüsünə oxşayan bir oxşayan bir kiçik vizitka formatıdır ki, onu istifadə eləyirlər. Biz deməli indi açırıq şəkli, hansı ki bizə lazımdır, onu deməli ekrana gətiririk, sürüb atmaq yolu ilə və yaxud sağ düyməni basırıq, import düyməsini mouse'un sol düyməsi ilə basırıq və öncə saxladığımız yerdən, misal üçün məndə papka var, dərs və verilən suallar, sağ düyməni basıb buradan da biz ekran boyu aça bilirik və yaxud buradan da qeyd edə bilirik ki, eskizləri görək və vizitkanı seçdiyimiz halda mouse'un sol düyməsi ilə import düyməsini basdıqda istədiyimiz ölçüdə basıb saxlayıb çəkirik və yaxud sol düyməni basdıqda şəkil ölçüsü nə boydadırsa, həmin ölçü yəni avtomatik olaraq ekrana düşür. Deməli, bizə lazım olan indi əsas bunu çəkib düzəltmək, sonra ölçüyə sala bilirik. Çünki istənilən model çəkilirsə, biz onu sonra istədiyimiz ölçüyə sala bilirik. Obyekti çəkdik, qoyduq bu istiqamətdə hər hansı bir yerə, sağ düyməni bastıq üzərində, sol düymə ilə lock düyməsini təyin etdik ki, bu sürüşməsin. Əlbəttə, bunun başqa üslubu da var. Object menüsünün içindən object aktiv etdikdə biz istənilən ekranda qeyd olunmuş layer'lar, yəni ki, gördüyümüz object bizim layer'ləri göstərir. Layer'lərdən biz buradan zamoku basdıqda və biz həmin o layer'da olan şəkli, misal üçün hər hansı bir şəkil atılıbsa buradan görürsünüz zamok işarəsi açdım. Biz bunu hərəkət elətdirə bilirik. Qoydum hər hansı bir yerə və yaxınlaşdım, qıfılın üstünə bastım və bu hərəkət eləmir. Bu bizə bunun üzərində müəyyən əməliyyatları aparmağa kömək eləyir. Yaxınlaşdıq bura. İndidən qeyd edirəm ki, istənilən komandanın, istənilən bir dizaynı, yəni müxtəlif yollarla eləmək olur. Bir yol yox, 2-3 yol olur. Ən aşağısı 2 yol olur. 3 yol, 4 yol müxtəlif cür formatdan tapıb, düzəldib, əyib, yəni istiqamətləndirmək olar. Mən sizə bunlardan hələ ki burada birini göstərirəm. Misal üçün yaxınlaşırıq buna və burada məlum olur ki, hər iki tərəf eynidir. Misal üçün yanaşma fərqlidir. Adam var ki, biziyyədən və yaxud pendən istifadə edib bunları çəkir. Amma düz alınması üçün biz sadəcə olaraq hər hansı bir belə bir üç bucaqlını gətiririk. Buradakı gördüyümüz komandadan istifadə edib poligonla bunu yerləşdiririk. Sonra buradan onun ölçüsünü belə etdikdə gördüyümüz kimi bax bu belə bucaq formasına düşür. Shift düyməsini basıb saxlayıb bunu böyütdükdə bu belə dartılır. Onu gətirib qoyuruq bunun ortasına və buradan Shift düyməsi ilə bunu belə dartıb düzəldirik. Bunu bura gətirdikdə biz görürük ki, bunun burası belə hazır düzəldi və onun bu istiqamətdə də dartıb qoyduqda, indidən qeyd edeyim, hər hansı bir detalı çəkdikdə sola sağa mouse'un sol düyməsi ilə, sol düyməni buraxmadan sağa bir dəfə basıb buraxanda onun kopyası çıxır. Və yaxud bunun üzərində sağ düyməni basıb çəkdikdə belə bir pəncərə çıxır ki, aparım, move here, aparım yəni bura, hərəkət elətdirin bura və yaxud kopyalayın bura. Kopyalayın etdikdə də həmin əməliyyat təkrarlanır, amma bunun asan yolu solu çəkib sağa bir dəfə basıb buraxanda sol düyməni buraxmadan sağa bir dəfə basıb buraxırıq və bu kopyalanır ki, bizə müəyyən əməliyyatlarda kömək eləyir. Və biz onu burada, misal üçün, bu obyekti qeyd edib gətirib bura qoyduqda, sağ düyməni bir dəfə basıb buraxdıqda belə bir forma əmələ gəlir, gördüyümüz kimi. İndi fikir verin, Shift-i basıb qeyd edib bu obyekti də qeyd etdim, birinci bunu. İkinci arxadakını qeyd etdikdə bizdə açılan bu rejimlərin içindən ikincisini, yəni trim, birinci, ikincini silir, amma qalmaq şərti ilə. Və yaxud buradakını qeyd etdikdə ikinci birincini silir və yaxud birinci ikincini silir və yox olur.
İndi sizə hansı uyğundur, onu istifadə edəsiniz. Mən misal üçün burada birinci bunu qeyd edib, ikinci bunu qeyd edib, sonra bunu sildikdən sonra bunu saxlayıram ki, mənə lazım olar deyə. Sonra obyekti qeyd edib gətirib onun üzərinə qoyduqda belə kopyalayırıq. Burada indi birinci obyektin ara məsafəsinə ikincidə fərq olduqda shape götürüb bunun arasındakı olan artıqları silirik ki, bizə problem yaratmasın. Sadəcə olaraq buradan bunu arxadakı olan xətləri götürdükdə shift düyməsi basılıb saxlanmaq şərti ilə burada bu ölçünü sadəcə olaraq da artıram. Bura vəsə gördüyümüz kimi bu oturdu yerinə. Yenə də eyni əməliyyatı əlbəttə kopyalayıb gətirib qoyuruq bura və view menusunun içindən warframe-dən seçib baxdıqda biz baxırıq nə qədər səhvdir, nə qədər düzdür. Yəni belə olduqda biz biləcəyik ki, düz üstünə oturmayıb. Ctrl-Z basıb geri qaytardım. Biz karkasa warframe-dən baxırıq. Enhanced keyfiyyətli göstərir gördüyümüz kimi. Burada biz görürük ki, bu rəngdən bu rəngin fərqi var. Və mən adətən bunu buradan düzdür silib də təyin etmək olur. Amma mən görürsünüz ki, buradan belə boks yaradıram tez olması üçün. Bunu gətirib qoyuram düz bunun üstünə ki, bu ərazini belə düzəldim. Sonra shift-i basıb arxanı qeyd edirəm. Arxanı qeyd edəndə üçüncü gördüyümüz intersect-dən istifadə edib bu ərazidə olan komandanın kopyasını çıxardıram. Yəni birinci və bu obyektin burasında olan komandanın üzərində qeyd etdiyimdə əmələ gəlir. Yəni nümunə kimi göstərirəm. Bura qoyduqda birinci və ikinci komandanın ortasına düşən yeri çıxardıram. Gördüyümüz kimi buranı. Yəni o deməkdir ki, bizdə indi bunun burasını və bu obyektlə və dördbucaqlığını qoyduğum yerin ortasına düşən yeri çıxartdım. Lakin bunun da arxasında rəng qaldığından yenə də eyni yeri qeyd edib, yenə də buranı basdıqda isə bu dəfə kopyasını yox, çünki çıxartmışam. Yəni burada trimdən istifadə edibsə orada olan artığı silirəm. Sonra bu boksu silirəm buradan və məndə belə bir komanda əmələ gəldi. Daha doğrusu obyekt əmələ gəldi. Bu ayrı, bu ayrı. Gördüyümüz kimi. Bunu bu istiqamətdə belə formada eləyəndən sonra burada deməli bizdə airdropper olan, yəni pipetka dediyimiz komanda var. Caller airdropper götürdükdə deməli buradan basdıqda buranın üzərində bu komanda getdi. Yenidən bunu götürüb bunun üzərində basdıqda bu komanda yeni ora keçəsi oldu və bu da bura keçəsi oldu və buradakı da indi ağdırsa ağ, bozdursa boz. Yəni istifadə eləyirik bunu bu istiqamətdən. İndi isə bunu buradan qeyd eləyirik. Ya buradan bunun üzərində basırıq, ya klaviaturadan Ctrl-G düyməsini basırıq, bunu qrup şəklinə gətiririk. Və bu komandanın, şəffaf komandanın üzərinə gəlib sağ düyməni basdıqda bunu belə şəffaf formaya salırıq. Gördüyümüz kimi. Bu formada, yəni bizə indi əgər burada biz bunu çəkmişik deyə necə gəldi, yəni ölçüyə taxılmayıb, amma buradan bəlli olur ki, bu ölçümüz bizim haradasa gəlir 85-in 54-ə. Yəni bu formata uyğun gəlir. Deməli, hələlik mən tez bazar necə işləmək lazımdır onu göstərim. Buradan belə qeyd eləyirəm ki, məlum olsun ki, bunun burasından kəsiləcək və fikir verin. Sadəcə olaraq bu boks ilə bunu Ctrl-G düyməsini basıb bunu buradan təzədən qaydırıq Enhance-də buradan götürürəm. Ki, bunu burada üzərində 2 dəfə basdıqda obyektimizi yaradıb, sonra obyektimizi qeyd edib, sağ düyməni basıb, power clip-i basıb bunu içəri atırıq. Sonra edit menusundan girib bunu bura gətirib qoyuruq ki, yəni biz qərar vermişik ki, bu burada bu xətt bu üçüncüdən belə görünəcək. Və biz buradan bunu qeyd edirik kontrol düyməsi ilə bunu silirik ki, bizə lazım olan yer nə qədər idisə onu saxlayırıq. Və biz buradan improvizasiya edib bunu biraz içəri, biraz çölə qoya bilirik. Yəni istədiyimiz qədər və buradan shift düyməsini basıb da hətta bunu darta bilirik ki, biz buradan çıxdıqda bunu belə görə bilək. Yəni buradan da bunu idarə edə bilirik, nə qədər istəyiriksə, yuxarı və yaxud aşağı. Fikir verin, bu indi burada align komandası var, hansın ki biz onu object menusunun içindən, align içindən bunu buradan aktivləşdiririk ki, bu bizdə burada dayansın. Yəni biz obyekti burada qeyd etdikdə bunu deməli bu bizdə sol cınaq üzrə, sağ cınaq üzrə, ortalama üzrə, misalca bunu belə qoyanda səhifə boyu ortada dayanır. Əgər bu bizdə belə dayanmış olsaydı, biz bunu buradan basdıqda səhifə boyu dayanır. Çünki bu bizdə qeyd olunub və bu ortalama deməkdir. Ki, bu bizə lazımdır nə üçün? Ki, biz bunu səhifənin ortasına qoyaq ki, biz buradan çıxdıqda bunu belə görək. Deməli, biz bunu bu formada, yəni bu yollardan biridir. Bunu hətta buradan gətirib düz bura qoya bilirik ki, bunun içində olsun. Belə. Sonra bura girdikdə, deməli, Ctrl-C, Ctrl-V düyməsini basdıqda, bir dəfə buradakı komandanı qeyd etdikdə və bunu da eyni yerdən tutub gətirib eyni yerə qoyduqda, yəni orada biz qərar vermişik, bu burada dayansın.
Eyni yerə qoyduqda shiftlə gördüyümüz kimi belə bir dizayn alınır. Yəni bu bizim bu şablonun kopyasıdır. Lakin burada bir nüans əmələ gəlir ki, biz əgər bunu tam kopyasını istəmiriksə, onda bu halda biz bunu bu yerə gəlib çıxardıb, orijinal formada saxlayıb, sonra orijinalın bir kopyasını yuxarı qoyub, qeyd etdiyim kimi çəkib sağ düyməni bastım, kopyasını çıxartdım. Bunun içərisinə kontrol düyməsini basıb saxlayaraq mouse'un sol düyməsini basdıqda giririk. Boş yerdə basanda çıxarıq kontrolu buraxmadan və yaxud edit düyməsini basdıqda bunun içinə giririk. Və buradan indi ungroup edirəm və fikir verin. Yenə də buradan götürürəm, bunu çəkirəm. Shift düyməsini basıb bu ağı basıram. Buradan üçüncüdən istifadə edib bu ağın bütöv, bu kvadratın ortasına düşən bu hissəsinin kopyasını çıxardıram. Və sonra yenə bunu basıram ki, bu dəfə kopyasını çıxartmayıb, onun dalındakını silirəm. Ki, bu buradan ayrı olsun. Bu gördüyümüz kimi, bax, bu buradan ayrı olsun. Ona görə bunu etdim. Ki, bunu qeyd edəndə kontrol düyməsi ilə, bunu biraz boz edəndə, burada bax, bu rəng perixodu, keçidi əmələ gəlir. Bunu misal üçün biraz tünd eləyək. Ancaq kontrolla bunu qeyd edirəm, çünki qrupdur. Çıxıram buradan. Gördüyümüz kimi belə bir effekt əmələ gəldi. Və yaxud biz buna fərqlilik vermək istəyiriksə, biz buradan qradiyentdən istifadə edirik. Qradiyenti də istədiyimiz kimi çəkə bilirik. Yəni bu istiqamətdə bax belə. Və shift düyməsi ilə sağ düyməni tutanda hətta onu kopyalaya bilirik ki, biz buradan çıxanda belə fərq görürük. Gördüyümüz kimi burada əvvəlki şablona nisbət, yəni bu orijinala nisbət fərq yaradırıq. Və bunun içinə girdikdən sonra bu istiqamətdə tutub bunu qeyd edib silirik. Bunu qeyd edirik, Ctrl-C düyməsini basırıq. Fikir verin, bayaq mən sizə bunu kopyaladım, Ctrl-C ilə və Ctrl-V ilə qoyduqdan sonra bu komandadan istifadə edib yüzük əksi yaratdım. Amma indi isə sadəcə olaraq Ctrl düyməsini basıb saxlayıb bunu sağa çəkərək mouse'un sağ düyməsini solu buraxmadan basıb bir dəfə buraxdım ki, bunu tez gətirim qoyum bura və gördüyümüz kimi bu burada düz dayanıbsa və bizdə bu formada alındı. Orijinal aşağıdakıdır, yuxarıdakı isə bizim improvizasiya etdiyimiz bir hissədir. Yəni bu belə kopyalanmış bir hissədir. Biz bunu belə yaratdıq ki, bu zərkalini belə olsun. Əlbəttə, burada improvizasiya eləmək sizdən asılıdır. Yəni bu belə olsun və yaxud biraz böyük olsun və yaxud biraz aşağıda olsun. Yəni bu sizdən asılıdır ki, necə ki bu biraz yuxarıda olsun. Yəni belə formada improvizasiya eləyə bilirsiniz. Dizaynı bir yerdən götürmək şərti ilə. Və yaxud burada siz bunu müəyyən dərəcədə əyib, məsəl üçün bir hardasa istifadə edə bilirsiniz bu belə, amma göyü istəsiniz buradan artırmaq. Bu göy istiqamətdə shape-i götürüb, məsəl üçün buranı qeyd edib, buraları belə gizlədə bilirsiniz. Rəng keçidi eynidir deyə bilinməyəcək. Bax, belə bir, məsəl üçün dizayn yarada bilirsiniz buradan belə keçidlə, amma bunu buradan qeyd eləyək, ləğv eləyək. Gətirib qoyuruq bu istiqamətə və bunu kontrol düyməsini basıb saxlayaraq kopyalayırıq ki, bunu da bu istiqamətə qoyaq ki, belə bir dizayn yaransın və bunların yerlərini dəyişərək eyni şablonu müxtəlif formalara salmaq mümkündür. Ctrl-Z ilə biz bunu dala qaytaraq ki, əvvəlki vəziyyətimizə, yəni bu bizim şablonlardan biridir. Bu da eyni üsuldur. Sadəcə olaraq orada gördüyümüz kimi belə qoyulub, demək olar eyni şeydir. Bu tünd rəngi bura salıblar. Bizdə misal üçün dizaynda lazım olsa ki, eyni dizaynı biz göstərək burada. Bu istiqamətdən birini silirik, bunu buradan götürüb gətiririk, misal üçün qoyuruq ortaya qədər. İmkan daxilində bunu buradan misal üçün dartırıq və yaxud shift düyməsi ilə bunu yuxarıya qarşı dartırıq və shape düyməsini götürüb kontrolla buranı qeyd etdikdə fikir verin, biz bunun bu istiqamətlərini belə etdikdə, yəni bu içəridə qalır deyə, indi mən adətən belə səliqəsiz işləmirəm, amma göstərmək üçün yəni ki, problem deyil. Bu formada bizim dizaynımız alınır. Yəni ki, bunu dəyişərək müəyyən formalara salmaq olur. Eləcə də buradakı bizim bu rəngi də, bozu da. Yəni biz ön hissəyə gətirə bilirik. Burada başa düşdük ki, biz bunu düzəltdik, dəyişdik və yaxud burada da dizayna müdaxilə elədik. Eyni üslub bu hamısına aiddir demək olar ki, burada sadəcə olaraq biz gəlirik, yaxınlaşırıq Bizyeyə. Bizye komandasından istifadə edib müəyyən yerləri çəkirik bu formada. Gətiririk, misal üçün, bura. Buradan bunu götürürük, gətiririk belə. Buradan tuturuq. Çox yaxın eləmək məsləhət deyil, amma olar. Bunu misal üçün bu formada gətirdik, düzəltdik. Shape düyməsini götürdükdə, 2 dəfə bunun üstündə basdıqda bunu gətirib yerinə qoya bilirik. Sonra müdaxilə edə bilirik, harada ki, nəsə əyrilər xoşumuza gəlmirsə, biz müdaxilə edib onları düzəldə bilirik. Yəni bunları çəkə bilirik. Yaxınlaşdıranda daha yaxşı işləyir, nəzərə alasınız. Sonra buradan nöqtəni basdıqda, misal üçün, buradan nöqtəni qeyd etdikdə mouse'un sol düyməsi ilə 2 dəfə, buradan sildikdə müəyyən əyrilərimiz hamısı yerini tapır.
Sonra bizim obyektimizi kontrol düyməsini basıb saxlayaraq belə düzəltdik və bunu belə yüzgə əksi fırlatdıq. Bunu yerinə qaytarım. Deməli, baxırıq burada bizdə nədir və belə fırladım ki, eyni şeyi gətirib bura qoya bilim. Gətirdim, onu da qoydum, misal üçün, bura. Burada lap dibdən başlayır. Baxıram, yəni bu eynidirsə, eynidir, eyni deyilsə bunu biraz dartaraq, misal üçün, burada baxıram ki, nə alınır. Bunu burasını düzəldirəm və yaxud bunun burasını düzəldirəm. Burada bizdə tam uyğunluq olmayacaq. İndi onun yolunu göstərəcəm ki, biz necə onu silirik. Adətən bunu buradan belə götürdüm, sildim. İndi biraz asan yolla eləmək istəyirəm deyə ki, eyni şeyi çəkməyim. Buradan bunları dartaraq, yəni lazım olan dəqiqliyi tuturuq. Bunun buralarını misal üçün eyni ilə dartaraq sola sağa, yəni burada sizdən asılıdır ki, nə qədər səliqəli işləyəsiniz, nə qədər yaxınlaşdırırsınız, o qədər yaxşı. Ondan sonra fikir verin. Mən bunun bu istiqamətini buna nə qədər yaxınlaşdırsam və bunu buradan uzatsam ki, bu burası ilə bunun eyni olsun və bunun bu istiqamətlərini düzəltsəm, yəni mən soldakı obyektin içinə girdim. Nəyə görə göstərəcəm? Bunu belə çəkdikdən sonra, lap dəqiq olsun, tutaq ki, belə, bizim bu obyektimizin qalınlığı olsa, o bunu kəsib çıxır ki, buranı sonra improvizasiya edib düzəldirəm. Misal üçün, biz buradan bizim bu obyekti qeyd edib, sonra ikinci obyekti qeyd edib siləndə o silinir, gördüyümüz kimi. İndi mən nə edirəm? Mən bu obyekti saxlayaraq, adətən istifadə etdiyim üsullardan biri konturdan istifadə edirəm ki, yəni bu obyektin qalınlığına kontur verirəm. Necə ki, orada nazik çıxıntı istəyir olsun. Bax, belə. Buraxdım. Gördüyümüz kimi qırmızı alındı. Sağ düyməni basıb, daha doğrusu bunun üstündə basıb, sağ düyməni basıb, break etdikdə bu qırmızı bizdə ayrılır ki, shift-i basıb obyekti qeyd edib, bizim trimdən istifadə edib, sonra o qırmızı obyekti silirəm. Bu, bunun burasını gördüyümüz kimi idealini sildi. Çünki bu buradan çıxıntısı ideal alındı. Bunu buradan bu düşməyən sahəsini sadəcə olaraq buradan, bunu bax belə uyğunlaşdırıram. Buradan sildikdə bura uyğun alınacaq. Yəni bunu buradan silək. Buradan biz bunu 2 dəfə basaq qoyaq ki, burası bunun otursun. Buradan biz bunu müdaxilə edirik, dala-qabağa çəkərək uyğunlaşdırırıq ki, düz olsun. Tutaq ki, bu yollardan birini istifadə elədik, qoyduq bura. İndi bunu biz sola çəkdikdə, buna hər hansı bir rəng verib kontrol ləğv etdikdə, baxırıq nə qədər bunun burasında, bax, bu düz xətt boyu gedir. Burada biraz oynamaq olar indi məsafədə və yaxud qalınlıqda. Sonra burada eyni ilə, misal üçün, bunu buradan götürürəm, Ctrl G düyməsini basıram. Misal üçün, bunu buradan gətirirəm bunun içinə, sağ düyməni basıram, power clip eləyib atıram onun içinə. Və bura daxil olduqda, tutaq ki, buradan bu rəngi bura istifadə elədik, bunu da bura istifadə elədik. Bunun bu yerlərini çalışırıq ideallaşdıraq ki, bu belə çox qəşəng olsun ki, yəni keçid çox maraqlı və düzgün olsun. İndi adətən eləsi var ki, elə çəkirsiniz ki, o düz alınır, eləsi var ki, cüzi bu birləşmələrdə əyrilik olanda ona müdaxilə edirsiniz. Çünki bu istiqamət çox vacibdir ki, düz idealin olsun. Burada da bu əymələri, yəni bu da üsullardan biridir. Yəni hamısı deyil, çünki elə detal var ki, misal üçün biz onu bu formada ideal çəkirik. Misal üçün yenidən belə biraz formasını əyri eləyim. Ondan sonra biz ona qalınlıq veririk. Misal üçün gördüyümüz kimi Ctrl Shift Q düyməsindən istifadə edib bunu qırdıqdan sonra, misal üçün buralarını sildikdən sonra bunun bu istiqamətində olan buraları silim. Buradan bunu götürün. Yəni bax, belə üsullardan istifadə edib müəyyən əymələr də düzəldirik. Yəni birinci düz xətti çəkirik, sonra onu müəyyən formalara salırıq. İndi adətən görürsünüz ki, kimsə belə yumrular düzəldir. Buradan götürür, misal üçün belə bir detal istifadə edir ki, bunu bundan sonra götürsün, silsin. Yəni sonra hər hansı bir əymə düzəldir. Sonra əyməni yüzgə əksi fırladır. Onları birləşdirir. Sonra bunları birləşdirdikdən sonra görürsünüz ki, müəyyən deformasiyaları, misal üçün birləşmələri buradan sildikdən sonra bura müdaxilə eləyir. Misal üçün belə müdaxilələr eləyəndə müəyyən əymələri təzədən, misal üçün, qaydasına salmaq olur. Amma mənim üslubum deyil ki, belə əymələr üçün bu qədər uzun işləyim, amma işləyənləri görmüşəm ki, yəni buradan əyməni düzəltmək üçün, müəyyən formalara salmaq üçün bu qədər əziyyət çəkilir ki, yəni sonra müəyyən yerlərdə istifadə olunsun. Yəni o biri göstərdiyim üsul üstündən bizyə və yaxud penlə çəkmək daha, yəni ki, məqsədə uyğundur gördüyümüz bu əyriləri düzəldib sonra otuzdurmaq.
Əlbəttə bu indi shape elə bir şeydir ki, siz onu burada istər-istəməz misal üçün hansısa bir detalı çəkirsinizsə, yəni əlbəttə ki, onun o birləşmələrində hətta çaşıb belə bir əymələr düzəltsiniz, işi saxlamayın. İşi 30 durun, sonra shape-i götürüb misal üçün buranın ancaq ikisini qeyd edib, misal üçün bu istiqamətə qədər yaxşıdırsa saxlayırsınız, buranı saxlayırsınız, bu ikisini qeyd edirsiniz, silirsiniz. Və görürsünüz, burada əymə misal üçün xoşunuza gəlmir. Burada qoyulub deyə nöqtə, bunu buradan silmək olur ki, bax belə forma yumuşalsın. Gördüyümüz kimi belə yumuşaq forma aldıq. Əgər qərar versək ki, bunun burası da silinsin, onda bu istiqamətə qoyub, bunu buradan ləğv eləyib, bunun bu nöqtələrindən istifadə eləyib, yəni bunu qeyd eləyib, buradan keçirib, bu gördüyümüz ki, bu cusp moda keçəndən sonra. Buradan bunu belə müdaxilə eləyirik ki, buradan yəni gördüyümüz, bu yaxınlaşdırıram, burada nöqtəsidir bunun, bax bunun bu hissəsidir. Yəni biz buradan bu düyməyə keçdikdə bir nöqtə ilə ikinci nöqtənin arasındakı yumuşaltmaya təsir edir. Yəni buradan biz bu nöqtə ilə işləyiriksə, bu formanı alır. Bunu basanda bizdə o şərait yaradır ki, biz buradan bunu müdaxilə eləyək və yaxud buradan bu nöqtəni basaq, bunun bu istiqamətini belə əyək ki, belə bir hər hansı bir forma düzəldək. Və yaxud buna qalınlıq verək və bunun bu istiqamətdə belə əyək ki, belə bir formanı alaq. Əlbəttə, öncə qeyd etdiyim kimi, yəni müəyyən formalar var ki, onlar misal üçün bu formada dayanıblarsa və yaxud yan-boyan durmalıdırsa, biri ilə bir-birini silmək mümkündür. Ki, bizim problem yaşamayaq. Çünki bunun burasının belə ideal olması üçün bu dartılmalıdır ki, bu avallıq ora otursun. Bax, bu dediyim istiqamət, bundan gedir söhbət. Ona görə biz məcbur olub bununla bunu buradan götürüb siləsi oluruq ki, bunu bura çəkəndə o belə ideal bir keçid əmələ gəlsin. Əgər bir-biri ilə ara məsafəsi təyin olunmalıdırsa. Bu formada belə alınır, yəni gördüyümüz kimi, indi bu da eyni ilə. Bu da eyni ilə. Eyni dizaynı, yəni birini çəkə bildiksə, burada sadəcə olaraq bunu buradan silim. Bunu buradan silim. Bunu buradan götürdüm və kontrol daxilinə girim. Təzədən buradan bunu basıb kontrol düyməsi ilə bunu belə eləyirəm, gətirirəm, qoyuram misal üçün bu istiqamətə. Buradan bunu böyüdürəm, qoyuram. Buradan keçdikdə, yəni gördüyümüz bu dalğalar bu belə formada alınır. Sadəcə olaraq, yəni oturub bunun üstündə işləmək lazımdır ki, əliniz öyrəşsin. Yəni bu formaları çəkmək, onun üçün yəni ki, mouse-la bu istiqamətləri məşq eləmək lazımdır ki, siz təxmini biləsiniz ki, hər hansı bir belə bir elementi çəkmək istəyirsinizsə, misal ara məsafəsi ilə gəldiniz bura, buraxdınız. Gəldiniz misal üçün bura, tutaq ki, buraxdınız. Gəldiniz bura, misal üçün mouse'un sol düyməsini. Belə nüanslar olanda, tutaq ki, gəlib siz buradan keçid eləyə bilməyəndə, siz onu hansısınızsa belə qısa eləyib, burada 2 dəfə basdıqdan sonra qayıda bilirsiniz. Sonra işi bitirdikdən sonra, misal üçün gəldiniz bu istiqamətə və bunun burasını tutaq ki, birləşdirdiniz. Shape-i götürüb burada alınan bu problemləri sadəcə olaraq sildikdə, bunu da buradan gətirib, misal üçün bura qoyduqda və bunun burası bəyənilmədikdə, siz sadəcə olaraq buradan bunun köməyi ilə işləyib, buradan müdaxilə eləyib, bunu silib, buradan müdaxilə eləyərək çox asan formada onu düzəldirsiniz. Bunlar hamısı yerlərinə oturtulur, sadəcə olaraq belə, biraz çəkərək. Yəni, burada müdaxilələr mümkündür. Sol düyməni 2 dəfə basırsınız. Burada shape-nə işləmək illüstratordan yaxşıdır. Amma brushlarla işləmək, misal üçün, illüstratorda yaxşıdır, nəinki Corelda. Bunlarla bu formada işlədikcə, yəni demək olar ki, bir əllə işləyirsiniz, elə baxaraq ekrana. Burada bunu dartaraq, düzəldərək və yaxud buradan düzəldərək ki, bu istiqamətləndiricilərdən istifadə eləyərək və buradan istifadə eləyərək biraz dartaraq, yəni bunu ideallaşdıra bilirsiniz. Amma yenə də bunu çəkəndən sonra sola çəkib hər hansı bir rəng verib baxdıqda, diqqətlə tam bir tonun üstünə baxdıqda siz hiss eləyəcəksiniz hardasa nəsə bir belə cüzi əyrilik, yəni hər hansı bir çəkilmənin bir problem olduğunu və yaxud burada keçən yumurunun tam ideal olmadığını, onda bu halda qeyd edirsiniz, 2 aranı ki, harası qane edir. Buradan sadəcə olaraq silirsiniz. Görürsünüz, bu keçid misalsı bəyənmirsinizsə, bu istiqaməti qoyursunuz, buranı saxlayırsınız, bunu buradan silirsiniz. Bura avvallaşır, tam ideallaşır. Yəni, fikir verin, buranı sildim, bu belə keçid oldu. Amma istəmirəmsə bura qaçsın, onda qaçmasın olan ərazi ki var, hansı ki istəmirəm ki qaçsın. Bu ərazidən silirəm, onda burası yumuşalır. Amma mənim üçün problem deyilsə, deməli, buradan bunu qoyuram. İndi buradan xoşuma gəlir, bura xoşuma gəlmir, buranı silirəm. Və yaxud buradan bunu götürürəm, cusp rejimə keçirəm, buradan bunu biraz qaldırıram.
Qaldırandan sonra buranı düzəltdim, buranı qeyd edib, buranı silirəm. Oldu ideal gördüyümüz kimi. Yəni bu formada biraz üzərində işləyərək, yəni sizin bu shape-üz, yəni çəkdiyiniz obyekt ideallaşır. Bu bəllidir, kopyalanıb, bu da bəllidir, bu da kopyalanıb. Yəni burada bunu belə çəkərək və sonra kopyalayaraq, sonra gətirib üstünə qoyaraq, öncə qeyd etdiyim kimi bu tam istəyirsinizsə ki, bunun burası bura ideal otursun. Bu çünki bura üçün çəkilməyib. Bunu buradan, yəni buna uyğunlaşdırırsınız. Məsələn, gətirirsiniz, qoyursunuz bura. Tutaq ki, belə. Yəni bax, belə biraz yaxın. Sonra bunun özü ilə də silmək olur. Belə qoyub silirsiniz. Amma bunun özünü götürüb bundan kontur yaratdığınızda, biraz qalınlaşdırıb kontur yaratdığınızda görürsünüz, o tutdu onun o istiqamətini və buradan ona tutaq ki, hər hansı bir rəng verirəm və buradakı olacaq o kontura uyğun yerləşdirirəm ki, yəni bu buradan bax belə olsun. Nəzərə alıram ki, bu qırmızı buranı kəsəcək. Görürsüz? Kəsəcək və bu istiqamət gedəcək buradan. Və ona görə də mən indi bax tutaq ki, bu qırmızını qeyd edib sağ düyməni basıb bunu buradan ayırdım. Bu qırmızı ilə bunu götürdüm, buradan kəsdim və bu qırmızını buradan götürdüm. Məndə qaldı bir problem, bax buradakı nöqtəni ki qoyuram ki, bu nöqtələrə toxunulmasın. Buradan bu tərəfə başlayıram silməyə ki, bu yumşalsın. Buraca məni qane eləyir çünki. Bax, bu keçidə görə. Və bunun burası başlayır ideallaşmağa. Yəni, buradan biraz oynayıram ki, bura toxunmayayım. Çünki bu ara məsafəsini ideal saxlamaq lazım olur. Yəni, belə formalar, yəni ki, cüzi müdaxilələr eləməklə, yəni ki, düzəltmək olur. Buradan da biraz bunu, yenə də fikir verin, buradan qoyuram ki, bu tərəf dağılmasın. Buranı qeyd edəndən sonra bunu buradan tutaraq, misal üçün müdaxilə edib buranı biraz böyüdə bilirəm. Sonra düzəltdikdən sonra bunu silə bilirəm ki, bu yumşalsın. Dartdığım məsafəyə uyğun olaraq. Yəni, bax belə. Deməli, belə şablonun düzəlməsi üçün, yəni ki, bu cür üsuldan istifadə edirik. Yenə də deyirəm, yəni ki, hətta belə bir detalı götürüb, misal üçün, güzgü əksi fırladıb belə qoyduqda, bunları belə müxtəlif cür çəkdikdə, tutaq ki, bunlara müxtəlif rənglər vermək olur ki, yəni bunlar özlərinə məxsus olaraq bir-birinin üzərində dayandığından, yəni belə bir şey əmələ gəlir ki, bunu da biz buradan götürüb Ctrl-C ilə qrup eləyib, məsələn, sağ düyməni basıb, power clip eləyib, obyektin içine atıb, aşağı salıb, sonra fırlatdıqda biz buradan belə bir element görürük. Bu elementi də əlbəttə ki, buradan, yəni ki, shift düyməsi ilə fırlatdıqda, biz çıxdıqda belə bir detal görəcəyik və buna oxşadıb, burada rəngləri bölüb və müxtəlif əməliyyatlar aparmaq olar. Yenə də qeyd etmək istəyirəm ki, müəyyən obyektin müəyyən yerini istəyəndə ki, kəsib çıxartmaq, birinci və ikinci obyekti qeyd edib, deməli, burada gördüyümüz intersectdən istifadə edirik, bunun burasını çıxardırıq. Sadəcə olaraq mən ikinci dəfə də istifadə edirəm, nəyə görə? Ki, yenə də qeyd edirəm, o kopya burada qalır. Trimdən istifadə edib bunu buradan götürdükdən sonra, yəni bu istiqaməti belə əyib, buradan hər hansı bir rəng verib və buna da misal üçün belə müdaxilə eləmək olur ki, belə detallar düzəltmək imkanı olsun. Mən onu burada istifadə elədim, rəngi bölmək üçün, kəsmək üçün, bu istiqaməti çıxartmaq üçün. Yəni, bax, bu qədər. Yəni, bəyəndinizsə, like edin, dəstək olun, biz sizə maraqlı videolar düzəldək, paylaşaq. YouTube kanalımızda və yaxud Telegram kanalımızda və yaxud nömrəmiz qeyd olunur, müəyyən suallarınızı verə bilərsiniz. Yəni, bu qədər. Bəyənirsinizsə, dəstək olun, like edin, izləyin.